Reuters agentliyi yazır ki, İran istiqamətindən buraxılan pilotsuz uçuş aparatlarından biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə kənd məktəbinin yaxınlığına düşüb. Həmçinin qeyd olunub ki, hücum nəticəsində mülki infrastruktura ziyan dəyib və yaralılar var. Yazıda Prezident İlham Əliyevdən statlar da yer alıb. Biz Azərbaycana qarşı törədilən bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq. Silahlı qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin, deyə Azərbaycan prezidenti bildirib. Almaniyanın Spiegel, Zeit, Handelsblatt, Tagesspiegel, Bild, Berliner Zeitung qəzet və jurnalları, Tagesschau və Welt telekanalları bu barədə silsilə xəbərlər yayımlayıb. Yazılarda Naxçıvanda aeroportun, məktəb binasının və digər mülki obyektlərin dron hücumuna məruz qaldığı vurğulanıb. Məsələ ilə əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasının keçirildiyi, dövlət başçısının göstərişi ilə Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığına gətirildiyi qeyd olunub. Qardaş ölkə Türkiyənin aparıcı televiziya kanalları, informasiya agentlikləri, çap mediası və xəbər saytları, o cümlədən TRT Xəbər, CNN Türk, Xəbər Türk, Xəbər Qlobal, Sabah, Hürriyyət, Milliyyət, Star və digər media qurumları Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını və İrandan Azərbaycana qarşı törədilən terror aktını geniş işıqlandırıb. Xəbərlərdə Prezident İlham Əliyevin fikirlərindən sitat gətirilib. Çin mediası da İrandan Naxçıvana edilən dron hücumu və Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında söylədiyi fikirlər barədə xəbərlər yayıb. Milli Xəbərlər Agentliyi Sinxuanın, Çin Mərkəzi Televiziyasının, Çin Xəbər Xidmətinin internet səhifələrində, digər xəbər portallarında mövzu ilə bağlı informasiyalar yerləşdirilib. ABŞ-nin aparıcı media orqanları da İrana məxsus dronların Naxçıvana hücumu və Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi fikirlərə geniş yer verib. CNN yazıb ki, Azərbaycan lideri dron hücumlarının terror aktı və çirkin əməl adlandırıb. Associated Press dövlət başçısının İranı terrorda və təcavüz aktında günahlandırdığını yazıb. ABC News, CBC News, Fox News və digər aparıcı media orqanları mövzunu günün əsas xəbəri kimi işıqlandırıb. Fransanın France 24, Le Monde media qurumları, Rusiyanın RBC, Vedomosti, RIA Novosti, Interfax, Komsomolskaya Pravda, Lenta.ru, Rossiyskaya Gazeta informasiya resursları da dövlət başçısının bəyanatına geniş yer ayıraraq onun İran hücumunu terror aktı kimi qiymətləndirdiyini və Azərbaycan ordusunun yüksək hazırlıq vəziyyətinə gətirildiyini qeyd ediblər. Naxçıvanın vurulma hadisəsi eyni zamanda Rumıniya, Yunanistan, Gürcüstan mətbuatının da diqqət mərkəzində olub.